kəs bir tərəfdən oğurlayıbdır, oğru məmurlar, oğru nazirlər, oğru dövlət idarəsinin rəhbərləri. Xatırlayırsınız, Rabitə Nazirliyində nələr baş verirdi. Və keçmiş Rabitə Nazirinin aylıq paketi 400.000 dollar idi. Təsəvvür edirsiniz, bu qədər vəsaiti bir ayda ehtiyaclarını ödəmək üçün nazir özü aldığını etiraf edirdi. İndi isə İqtisadiyyat Naziri gizli iqtisadiyyatın liberallaşmasından danışır, gizli iqtisadiyyatın legallaşdırılmasından danışır. Kim gətirib gizli iqtisadiyyat Azərbaycana? Kim inkişaf elətdirib bunu? Dövlət orqanlarında paket əmək haqlarını kim ödəyir? Və Mikayıl Cabbarov özü paket almırmı? Mikayıl Cabbarovun əmək haqqısı həqiqətənmi 1500 manatdır, 2000 manatdır? Həqiqətənmi Mikayıl Cabbarov o əmək haqqı ilə yaşayır? Mikayıl Cabbarov, siz özünüz də paket əmək haqqı alırsınız. Siz özünüz də demək olar ki, bu ölkəni bir şirkət kimi idarə edən hakimiyyətin verdiyi, belə deyək ki, ödənişlərlə baş direktor vəzifəsini həyata keçirirsiniz. Və siz necə gizli iqtisadiyyatın legallaşdırılmasından danışa bilərsiniz? Özünüz paket ilə əmək haqqı aldığınız bir dövrdə, yəni ki, qara mühasibatlığın mövcud olduğu bir şəraitdə necə gizli iqtisadiyyatla mübarizədən danışa bilərsiniz? Gizli iqtisadiyyatla mübarizə aparmaq üçün siz öz əmlakınız və gəlirləriniz barəsində bəyannaməni doldurub dərc eləmisinizmi? Xalq bilirmi ki, sizin gəlirləriniz nə qədərdir, sizin əmlakınız nə qədərdir? Söhbət yalnız sizdən getmir. Bəlkə sizin digərlərlə müqayisədə daha üstün mövqeyiniz var, korrupsiya bulaşmamısınız və daha dürüstsünüz, daha gəncsiniz. Amma siz də onlara qoşulub deyəndə ki, mən gizli iqtisadiyyatla mübarizə aparıram və ölkədə bunun hesabına biz dövlət gəlirlərini artıracağıq, iqtisadiyyatı inkişaf elətdirəcəyik və siz də yalan danışırsınız. Xahiş edirəm, özünüz paket aldığınız halda gizli iqtisadiyyatın gəlirlərindən istifadə etdiyiniz bir şəraitdə gizli iqtisadiyyatla mübarizədən danışmayın. Bu mübarizəni ancaq və ancaq dürüst adamlar apara bilər. Bu mübarizəni ancaq və ancaq rəsmi olaraq qazançları ilə yaşayan adamlar apara bilər. Yəni, bu günləri bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqı bilsin ki, ölkəni böhrandan çıxaracaq yalnız və yalnız bu hakimiyyət dürüst adamların əlində olanda mümkün olacaq. Nə qədər bu hakimiyyət oğruların, quldurların, yalançıların, yaltaqların əlindədir, idarəçiliyindədir, o qədər də Azərbaycanın problemləri həll olunmayacaq və gələcəyi də çox tutqun görsənəcək. Və biz xalq olaraq bilməliyik ki, hakimiyyəti dürüst adamlara verməliyik, hakimiyyəti peşəkar adamlara verməliyik, hakimiyyəti oğrulardan, quldurlardan, korrupsionerlərdən, inhisarçılardan təmizləməliyik. Ancaq bununla biz Azərbaycanı vəziyyətdən çıxara bilərik, xilas edə bilərik. Azərbaycan çox böyük bir bataqlığa qədəm qoyub və bu bataqlıqdan bizim çıxmağımız çətin olacaq. İnandırım sizi ki, mən bunu peşəkar olaraq deyirəm, mən bunu təhlil edərək, rəqəmlərdən çıxış edərək deyirəm. Mən Mikayıl Cabbarov, SOCAR-ın Müşahidə Şurasının sədriysəm, ilk addımın elə SOCAR-da şəffaflıq və hesabatlıq istiqamətində olmalıdır. Dərc eləyin bu məlumatları Azərbaycan xalqı bilsin ki, SOCAR-ın prezidenti öz övladına 2,5 milyon manatlıq saatı nəyin hesabına alıbdır və yaxud da Gürcüstandakı qaz zapravkalarını necə ələ keçirib. Sabah Sloveniyada da həmin o benzin doldurma məntəqələrini yenə də bəlli olacaqdır ki, qohum-əqrəb arasında bölüşdürüblər. Yəni, bütün bunları biz görə-görə susuruq, dözürük, Allahımıza şükür edirik və hesab edirik ki, əgər çörək bahalaşmayıbsa, deməli, hər şey yaxşı olacaq. Bugün yalnız və yalnız çörəyimi görə yaşayırıq. Bilirsiniz, övladlarımız nə düşünürlər? Övladlarımız düşünürlər ki, nədən biz Azərbaycanda doğulduq? Niyə Azərbaycanda doğulan uşaqla Sloveniyada, Xorvatiyada, Çexiyada, eyni zamanda Litvada, Latviyada, Estoniyada doğulan uşaq arasında fərq olmalıdır? Azərbaycanda doğulan uşaq inkişafdan geri qalmalıdır, amma onlar irəli getməlidir. Nədir o uşaqların günahı? Nədən biz bu uşaqları bu günlər Azərbaycanda doğulduğuna görə cəzalandırırıq? Onlara uşaq pulu belə vermirik ki, onlar inkişaf eləsinlər, xərclərinin bir qismini dövlətin hesabına təmin eləsinlər və yalnız çörəklə qidalanmasınlar, normal qida yeləsinlər və onların rasionunda, menyusunda balıq olsun, dəniz yeməkləri olsun, eyni zamanda ət olsun, kalorili məhsullar olsun və bu qida məhsullarını almaq üçün pul lazımdır, əmək haqqı lazımdır. 343 manatla bunu etmək mümkün deyil. Bunu etmək üçün əmək haqqılar dəfələrlə çox olmalıdır. Amma 2021-ci ilin büdcəsində əmək haqqının artımı ilə əlaqədar olaraq heç 1 manat da olsun əlavə vəsait nəzərdə tutulmayıbdır. 2020-ci il səviyyəsində saxlayıblar. Bu o deməkdir ki, bu illəri
əmək haqqı artmayacaq. Nə orta aylıq əmək haqqı, nə də ki, minimum əmək haqqı. Əksinə, hələ aşağı gedir. Minimum əmək haqqı dayansa da orta aylıq əmək haqqı aşağı gedir. Və gəlirlərin azaldığı bir ölkədə insanlar öz ehtiyaclarını necə qarşılayacaq? Bu qədər qiymətlərin bahalaşdığı bir şəraitdə. Qabaqdan Novruz bayramı gəlir, mart, aprel ayı, nə qədər ehtiyaclar yaranır. Qiymətlər isə bahalaşmır. Qiymətlər həm də uçur hər gün. Hər gün görürük ki, yeni qiymətlər və daha bahalı demək olar ki, yeni məhsullar, daha keyfiyyətsiz məhsullar daha bahalı qiymətə satılır. Yəni bizlər isə bunların hamısını olduğu kimi qəbul edirik və düşünürük ki, belə də olmalıdır, belə də davam. Belə deyil. Mən sizə göstərdim cədvəlləri. Görün başqa ölkələrdə necədir. Və bu günləri orta məktəbdə oxuyan uşaqlar Amerikada, Avropada, hətta heç Amerika, Avropadan danışanda bəzilərinə belə deyək ki, bu müqayisə uğursuz gəlir, amma bizlə eyni düşərgədə olan Piri-Baltik ölkələrində onların düşüncələri başqadır. Onlar kainatı öyrənirlər, onlar Marsa səfər etmək istəyirlər, onlar yeni nəsil texnologiyaları mənimsəyirlər və onlar inkişaf edirlər, irəli gedirlər. Bizim uşaqlarımız isə bir ildə yaxındır ki, məktəbə də getmirlər, yeni başlayıblar, amma hansı təhsil alırlar, hansı tədris gedir. Müəllimlərə nümayiş verirlər ki, müəllimlər onların üzərində çalışsın və bu günləri Azərbaycan övladları, istedadlı gənclərimiz də özünü yesin, dünyada təsdiq eləsin, Azərbaycanda təsdiq eləsin. Və bu rejim mütləq dəyişməlidir və mən hesab edirəm ki, bizim qarşımızda duran ən vacib məsələ və bu məlumatları ictimailəşdirməkdir. İnsanlar bugün çörək üçün çalışmasınlar, düşünməsinlər. Çörək olanda şükür eləyib, belə deyək ki, gününü ötürməsinlər və gələcəyimizi düşünərək, sabahımızı görərək yaşasınlar. Bilsinlər ki, bugün çörək zamanı deyil, çörək zamanı keçdi və insanlar tələb etməlidirlər. Özlərinin haqlarını tələb eləməlidirlər, layiqli yaşayışlarını tələb eləməlidirlər, tələb eləməlidirlər ki, onlara əmək haqqı verilsin, iş verilsin. Yəni, bunun üçün fəaliyyət göstərmək, çıxış yolu budur. Bunun üçün niyə biz gözləməliyik ki, kimsə bunu təşkil eləməlidir, müxalifət olmalıdır, səfərbər eləməlidir, sənin haqqındır, sənin hüququndur. Çıx, istə, sən bu ölkədən çörək də istəməlisən, pul da istəməlisən, iş də istəməlisən, sən bu ölkədən yaxşı təhsil də istəməlisən, yaxşı səhiyyə də istəməlisən və bu ölkədən eyni zamanda sən öz övladlarının gələcəyin üçün təminat da istəməlisən, təhlükəsizlik üçün də müəyyən bir, belə deyək ki, təminat da istəməlisən və bu proseslər çox da yaxşı görsənmir. İnsanlar sürətlə yoxsullaşırlar Azərbaycanda. Bu yoxsullaşma həm də kriminal vəziyyəti gərginləşdirəcək. Onsuz da problemlərimiz vardır, sosial problemlər, iqtisadi problemlər, epidemioloji problemlər. İndi baxın, indi də daha çox kriminal problemlər olacaq. Onsuz da dolanış, yaşayış şərtləri getdikcə pisləşibdir, çətinləşibdir. Ona görə də təbii ki, bu hakimiyyət getməlidir, bu hakimiyyət dəyişməlidir. Bu hakimiyyəti dəyişmədən bunları həll eləmək mümkün deyil. Birini çıxardıb, o birisini təyin etməklə məsələ həll olunmayacaq. Və biz çox şeylər itiririk. Həm zamanımızı qəhr edirik, həm biz qazanclarımızı, iqtisadiyyatımızı, gələcəyimizi, hər şeyimizi məhv edirik. Mən bunları deyirəm, ona görə deyirəm ki, həqiqətən ölkəm üçün, vətənim üçün canım yanır və bu ölkəni, bu vətəni və burada yaşadığım Amerikadakı kimi görmək istəyirəm, Avropadakı kimi görmək istəyirəm. İnsanlar burada necə xoşbəxtdirlər, necə təhlükəsizdirlər, necə firavan həyatı malikdirlər. Niyə mənim vətəndaşlarım, niyə mənim xalqım, nədən mənim qohumum, məqrəbam, kəndçiyim, ellim, Azərbaycanlım, bütün millətim, hər birisi Azərbaycanda yaşayan hər bir vətəndaş belə imkanlardan məhrum olmalıdır. Kimlərin sayəsində, kimlərin hesabına 30 ildir bir dənə ailənin, bir dənə hakimiyyətin hesabına və bu hakimiyyət, bu ailə milyardlar yığıb, 10 milyard, 100 milyard, bilmək olmur hələ məbləğini. Amma xatırlayayım ki, Qəddafinin də bəzi mənbələrdə 90 milyard, bəzi mənbələrdə 200 milyard dollar pulu var idi. Nə oldu o pullar? Harada qaldı o pullar? O pulları Liviya mən bildiyim qədər 8 milyardın, 10 milyardını qaytara bildilər. O pullar da xaricdə batdı, dağıldı. Xarici ölkələrdə demək olar ki, o pulların da bir növ mənimsədilər başqaları tərəfindən. Yəni, ölkə görmədi, xalq görmədi. Bunlar da eyni aqibəti bizə yaşadacaqlar. Ölkədən bütün sərvətlərimizi, bütün imkanlarımızı, hamısını satacaqlar. Özlərinə kapital eləyib, aparıb xaricdə artıq satıblar. Yığıb ayrı-ayrı banklarda qoyacaqlar. Sonra isə hakimiyyət dəyişəndən sonra isə pulları geri almaq da o qədər asan olmayacaq. Çox çətin olacaq. Çünki bəziləri üçün elə hazır puldur da, xaricdə banklarda onu sübut eləmək, cinayət tərkib olduğunu bildirmək lazımdır. Nə pul o ailəyə çatacaq, nə o
məmura çatacaq, nə oğruya çatacaq, nə quldura çatacaq, nə korrupsiya çatacaq. O pulu da xaricdəki ölkələrin bankları və digər belə deyək ki, kapitalistləri mənimsəyəcək. Və bizim aqibətimiz də görsənən də bundan ibarətdir. Ona görə dostlar, çörəyə görə aldanmayın. Bu günləri çörəyin qiyməti qalmır. Ona görə şükür eləməyin. Gələcəyimizi düşünün, övladlarımızı düşünün və övladlarımız fikirləşəndə ki, Azərbaycanda doğulmuşam, mən Avropada doğulsaydım, mən Amerikada doğulsaydım, mən daha çox irəli gedərdim. Belə fikirlərlə məyus olmasınlar. Və Azərbaycanda doğulduqlarına görə bugün biz övladlarımızı cəzalandırmalı deyilik. Onları inkişafda məhrum etməli deyilik. Onların gələcəyini məhv etməli deyilik. Onların gələcəyi naminə, onların inkişafı naminə mən sizlərin hər birini bu məsələlərlə bağlı mövqe qoymağa və eyni zamanda çalışmağa və birgə deyim ki, Azərbaycan xalqını maarifləndirib, Azərbaycan xalqını belə deyək ki, yatan xalqımızı, düşünən xalqımızı, şükür eləyən xalqımızı oyatmağa çağırıram. Bunu biz bərabər eləyə bilərik və bunu etmək üçün də sizdən mənim istəyim ondan ibarətdir ki, bizim bu verilişləri paylaşın, dediklərimi daha çox adam eşitsin, dinləsin, izləsin. Bunu başqa yerdən eşitmək mümkün deyil. Çünki mən dediklərim rəqəmlərdir, faktlardır, mən görürəm, mən təhlil edirəm, mən tədris edirəm burada. Mən başqa ölkələrin iqtisadiyyatını, keçid iqtisadiyyatı ölkələrinin necə, hansı yolu keçdiyini və nəyə qadir olduğunu çox gözəl bilirəm. Mən inkişaf modellərini bilirəm. Həqiqətən Azərbaycanı da inkişaf etdirmək mümkündür. O zaman Azərbaycan müstəqil olanda deyirdi ki, nefti özümüz satsaq, asfaltımızı ən azı 1 santimetr qızılla örtəcəyik və biz ən varlı dövlət olacağıq, ən varlı vətəndaş olacağıq. Amma Azərbaycanda varlılar var, super varlılar var, ifrat varlılar var. Onlar Azərbaycan əhalisinin 0,1%-dir. Amma Azərbaycan əhalisinin 99,99% isə bu günləri həddindən artıq çətin bir şəraitdə yaşayır. Onların əksəriyyəti həqiqətən çörəyə möhtac şəraitində yaşayır və bu xalqı 21-ci əsrin 21-ci ildə çörəyə möhtac qoyan Azərbaycan hakimiyyəti bu günləri əkinə də, biçinə də, istehsala da, satışa da hamısına subsidiya verir ki, nədir çörək bahalaşmasın. Çörək bahalaşsa cəmaət narazılıq edəcək. Ay cəmaət, məgər yalnız çörəyə mi görə biz yaşayırıq? Və çörəyin bahalaşmaması, bilirsiniz ki, başqa fəsadlar verir, keyfiyyəti düşəcək, eyni zamanda çəkisi azalacaq. Amma bununla da sizi bir müddət yola verəcəklər ki, yaza kimi, yazda yeni bir dövr gələcək, meyvə, tərəvəz və digər məhsullarla başlayacaq öz ehtiyaclarımızı ödəməyə. Bir də gözləyəcək ki, payız gələcək, yenə də çətinliklərlə belə illəri biz verə-verə gedirik. Amma biz verdik, yaxşı, illərimiz getdi. Bəs övladlarımız, onların günahı nədir? Onlar niyə bu günləri belə çətin şəraitdə yaşamalıdır? Onlar niyə də bizim kimi çörək dərdi çəkməlidir? Və eyni zamanda çörəyə möhtac olub, çörək tapanda şükür etməlidir. Videolarımızı vaxtında izləmək istəyirsinizsə, YouTube kanalımıza abunə olun.